Bura Şirvan Şərabları zavodudur. Üzümçülüyün ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyətə malik olduğunu yüksək qiymətləndirən ulu öndərimiz Heydər Əliyev 1969-cu ildə ölkəyə rəhbərlik etdiyi dövrdən başlayaraq üzümçülüyün və şərabçılığın inkişafı üçün çox böyük töhfələr vermişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci ildə Azərbaycanda Üzümçülük və Şərabçılıq Komitəsi yaradılmışdır. İlk dəfə Şirvan Şərabları zavodu ərazisində 2014-cü ildə üzüm bağları salınmışdır. 2015-2016-cı illərdə isə burada salınan üzüm bağlarında daha da artım olması üçün digər növ sort üzümlər əkilməyə başlamış və Şirvan Şərabları zavodunun ərazisi daha da genişləndirilmişdir. İlk dəfə olaraq burada 2017-ci ildə məhsul yığımı başlamışdır. 2017-ci ildə yığılan məhsuldan Meysəri brendi adı altında 3 əsas şərab istehsal olunmuşdur. Bu şərablar sədəf, məxməri, mərcan şərablarıdır. Şirvan Şərabları zavodu ərazisində 2014-cü ildə əkilən 40 hektar üzüm bağları bugünkü günümüzdə 250 hektarı əhatə edir. Müəssisənin hədəfi illik istehsal gücünü 1,5 milyon litr şərab istehsalına çatdırmaqdır. Şirvan Şərabları zavodu ölkədə ən yeni orqanik şərab istehsalçılarından biridir. Şirvan Şərabları zavodu ölkəmizdə Şamaxı şəhərinin Cənub Qafqaz dağlarının ətəyində yerləşir. Bura Meysəri olaraq da tanınır. Şirvan Şərabları zavodu ölkədə Avropa Birliyinin sertifikatını almış ən yeni orqanik şərab istehsalçısıdır. Şirvan Şərabları zavodunda gördüyümüz avadanlıqlar Fransız avadanlıqlarıdır. Burada ən yeni Fransız avadanlıqlarından istifadə olunur. Şərabların istehsalı, yığılmağı, xüsusilə bütün işlər aparatlar vasitəsilə görülür. Buranın Meysəri olaraq tanınmasının səbəbi Şirvan şərablarının ərazisi, üzümlük bağları Meysəri kəndində yerləşməsinə səbəbdir. Şirvan Şərabları zavodu Bakı şəhərinin 18 kilometrliyində, Bakıdan İsmailli, Şəki, Qəbələ, həmçinin Ağsu istiqamətində hərəkət etsəniz, buranı müşahidə edə bilərsiniz.